Salam əziz şagirdlər, bugün sizlərlə keçən il buraxılış imtahanında zonaların birinə düşmüş esse nümunəsinə baxacağıq. 3 şəkil verilib. Birinci şəkildə gördüyünüz kimi çöldə qar yağır. Güman ki, ata və qızı, baba və ya nəvəsi kimi də düşünə bilərsiniz. Pəncərədən çölə baxırlar, görürlər bağlarına qar yağıb və quşları görürlər. İkinci şəkilə əsasən başa düşürük ki, çox güman ki, qərara gəlirlər ki, quşlara soyuqdur, evləri, yuvaları yoxdur, onlara yuva lazımdır və yuva düzəltməyə qərarına gəlirlər. Sonunda da yuvanı çölə yerləşdirirlər və artıq indi quşların bir yuvası var. Şəkildə biraz qəribə də olsa, pişik də təsvir edilib ki, pişik də yuvanın yanına oturub, uzanıb, yəqin ki, istirahət eləmək istəyir, isinmək istəyir. Baxaq, görək bu cür writingləri necə başlamalıyıq. Təbii ki, əgər qarlı hava verilibsə, yaxşı olar ki, siz məhz bunu vurğulayasınız. Məsələn, mən nümunələr hazırlamışam. Bu ən sadə başlama üsuludur. It was a cold and snowy winter day. Soyuq və qarlı bir gün idi. Və yaxud bu cür başlaya bilərsiniz ki, one winter day, it was snowing hard outside. Bir qış günü çöldə güclü qar yağırdı. Dediyim kimi və yaxud belə, it was a cold and snowy winter day. Soyuq bir qarlı bir qış günü idi. Sonra mütləq obrazlara biz ad verməliyik. Bu çox önəmli məsələdir. Məsələn, mən qız üçün Ayla adını, atası üçün Natiq adını fikirləşmişəm. Ayla and his father. İstəyirsə writinginizi biraz genişləndirəsiniz. Ailənin qarşısına verə bilərsiniz ki, my little cousin Ayla. Mənim balaca cousinım Ayla and his father Natiq və onun atası Natiq və yaxud his father uncle Natiq, onun atası Natiq dayı were looking through the window. Pəncərədən baxırdılar və yaxud were looking, deyək ki, outside through the window. Were looking their garden through the window. Pəncərədən, yəni bağlarına baxırdılar. Bu cür də vermək olar. Daha bəsiti. Were looking through the window. Birini saxlayaq. Their garden was completely covered with snow. Onların bağı tamamilə qarla örtülmüşdü. Ayla saw that the birds were looking for food. Ayla gördü ki, quşlar yemək axtarırlar and didn't have a warm place to stay. Və qalmaq üçün isti yerləri yoxdur, yəni çöldədirlər quşlar. So, ona görə də she felt sorry, o məyus oldu və yaxud verə bilərik ki, she felt so sorry that she asked, o elə məyus oldu ki, ask her father to make a birdhouse for them. Elə məyus oldu ki, atasından xahiş elədi ki, quşlar üçün birdhouse düzəltsinlər. Atası razılaşır. Her father agreed. İstəsək bunu da genişləndirə bilərik. Her father agreed with her kind daughter immediately. Mərhəmətli, mehriban qızı ilə dərhal razılaşdı. And they started the work. They started the preparations. Hazırlığa başladılar, işə başladılar. Natiq və yaxud verə bilərik Uncle Natiq brought some pieces of wood. Wood sözünü sayılmır deyə biz S-də vermirik. Ona görə onu S-lə vermirik, pieces-lə veririk. Natiq dayı brought some pieces of wood. Bir neçə taxta hissələri gətirdi. Put them together. Onları yəni bir yerə yığdı. Nailed them together verə bilərik. Onları mismarladı. Sticked verə bilərik. Onları yapışdırdı. Məsələn, nail sözünü yazım, biləsiniz, mismarlamaq deməkdir. Nailed them together. Onları mismarladı. And made the house.
və evi düzəltdi. Görürük ki, Ayla da rəngləyir bu evi. Ayla also helped her father. Ayla da atasına kömək elədi and painted the nest və rənglədi yuvanı when it was red. O hazır olanda. In the end, sonda they put the birdhouse in their garden. Onlar birdhouse'u bağlarına qoydular and added some food inside it. Və içərisində biraz yemək qoydular. Və yaxud put'u verə bilərsiniz place-lə. Əvəz eləyə bilərik. They placed the birdhouse in their garden and put some food inside it. Now the birds have a small and warm house. İndi quşların isti və balaca və isti evləri var. Bu bir versiyadır. Daha sadə sözlər, daha sadə struktur və yaxud əgər mürəkkəb cümlələrlə esse yazmağı bacarsınızsa, mən həmişə öz şagirdlərimə də tövsiyə edirəm ki, mürəkkəb cümlələrdən istifadə etsinlər. Necə? It was a cold and snowy winter day. Soyuq və qarlı bir qış günü idi. And everything in the garden was covered with snow. Və bağda hər şey qarla örtülmüşdü. Natiq and his daughter Ayla və yaxud Uncle Natiq, Natiq dayı və yaxud genişləndirmək belə də uyğun sözlərlə. My uncle Natiq and his daughter Ayla were looking out of the window. Pəncərədən çölə baxırdılar. When they noticed that some birds were trying to find food. Görəndə ki, bir neçə quş yemək axtarmağa çalışırlar. Gördüyünüz kimi mürəkkəb cümlələrdir. Ayla felt very sorry for them. Ayla onlara görə çox məyus oldu. Niyə? Because they had no warm place to stay. Çünki onların qalmağa istəyirləri yoxdur. She asked her father to help the birds. Atasından xahiş edir ki, quşlara kömək eləsin. And he agreed immediately. Yenə istəsəz, and he agreed immediately with her kind and lovely daughter. After that, bundan sonra they decided to build a birdhouse together. Qərara gəlirlər ki, bir yerdə birdhouse tiksinlər, düzəltsinlər. Natiq brought some wood and tools. Natiq biraz taxta və alətlərini gətirdi, while Ayla helped him carefully. Ayla ona kömək eləyərkən. When the birdhouse was ready, birdhouse hazır olanda, Ayla painted it beautifully. Ayla onu gözəl rənglədi. Finally, sonda they put it in the garden. Onlar yuvanı bağa qoydular and added some food inside. İçərisinə də biraz yemək yerləşdirdilər. Soon, tezliklə, the birds came and found a safe and warm home. Bu da bir daha çox mürəkkəb cümlələrdən istifadə edilən bir versiya. Və yaxud yazı qabiliyyətləri, imaginationları güclü olan şagirdlərimə mən həmişə deyirəm ki, fantaziyanızla maksimum istifadə eləyin. Daha geniş, daha təsvirli yaza bilirsinizsə yazın. Məsələn, one snowy winter morning, qarlı bir qış səhəri, Ayla and his father Natiq were watching their garden, bağlarını izləyirdilər, baxırdılar through the window, pəncərədən. They saw several birds flying around. Onlar ətrafda uçan bir neçə quş gördülər. Because they could not find any food. Çünki onlar yemək tapa bilmirdilər. Qardı hər tərəf. Ayla felt upset. Ayla məyus oldu when she realized, başa düşəndə ki, that the birds were cold and hungry. Quşlara soyuqdur və onlar acdılar. Since she wanted to help them, onlara kömək eləmək istədiyinə görə və yaxud because as istifadə eləyə bilərsiniz. Məsələn, as she asked her father to make a birdhouse. Natiq agreed, Natiq razılaşır and brought some wood and tools while he was building the birdhouse. O birdhouse'u düzəldərkən Ayla helped him, Ayla ona kömək elədi. Necə kömək elədi? By holding the pieces. Hissələri tutaraq and giving him what he needed və atasına lazım olanları verərək. After they finished, onlar bitirəndən sonra Ayla painted the birdhouse in bright colors.
Ayla birdhouse-u parlaq rənglərdə rənglədi. In the end, sonda they placed it in the garden. Onlar yuvanı bağa yerləşdirdilər and put some food inside. İçərisinə də biraz yemək qoydular. The birds soon came. Tezliklə quşlar gəldilər and finally had a warm and safe place to live. Bu biraz daha samballı versiyadır. Ən bəsit. Təsvir eləməliyik ki, it was a snowy winter morning. Qarlı bir qış səhəri idi. My sister Ayla and father Natiq were looking through the window. Bacım Ayla və atası Natiq pəncərədən baxırdılar. At that moment, bu vaxt, they saw some birds flying around. Onlar ətrafda uçan bir neçə quş gördülər. And thought, və düşündülər ki, that the birds needed a warm place to live. Quşlara yaşamaq üçün isti ev and some food to eat. Və yeməyə nəsə lazımdır. So, ya xahiş elədi filan hissələrini vermirik. So, they decided to make a nest for the birds. Ona görə də qərara gəldilər ki, quşlar üçün yuva düzəltsinlər. When my father was making the birdhouse, atam quş evini düzəldəndə my kind and lovely sister, mənim mehriban və sevimli bacım, helped her a lot. Ona çox kömək elədi. Yəni lazım deyil burada mismar, çəkic filan, taxta bu sözləri biləsiniz. Baxın, atam birdhouse-u düzəldəndə mehriban və sevimli bacım ona kömək elədi. When the house was ready, house hazır olanda my sister, iki dəfə sister olmasın, bir dəfə adını verir. Ayla painted it beautifully. Ayla onu gözəl rənglədi. Və keçirik sonra üçüncü şəklə. Yəni hər şəkil barədə heç olmasa 2-3 cümlə yazmalıyıq. In the end, sonda they placed the nest outside. Bəzən şagirdlərim məndən soruşur ki, müəllim, yuvan ağacdan asılıdır, asılı deyil, taxtanın üzərinə yerləşir. Ehtiyac yoxdur ki, bunlara. In the end, sonda they placed the nest outside. Onlar yuvanı çölə yerləşdirdilər. Carefully, ehtiyatla, and put some food inside. İçərisinə də biraz yemək qoydular. Now, və sonda da artıq indiki zamanda verə bilərik ki, now the birds have a warm deməli, house to live and they seem happy. Tam neçə söz oldu təxminən? 104 söz, amma indi burada artikellar filan, and bunları çıxsaq təxminən bir 80 söz. Yəni bunu 35 sözlə sığdırıb yazmaq çox çətindir. Ən bəsit formada da bu cür yaza bilərsiniz. Uğurlar hər birinizə.